Tofiq Yaqublu'nun Azərbaycan cəmiyyətinə müraciəti yayıldı dünən gec saatlarda, dəyərli izləyicilər. Bu, azadlığı uğrunda ölümlə əlbəyaxa olan bir Azərbaycanlının, qürurlu bir Azərbaycanlının çağırışıdır və əslində sizdən elə də çox şey istəmir. O, bu ölkədə ədalət istəyir, qanun istəyir, insanların və şəxsən özünün azadlığını istəyir. O, bizim hamımızın əvəzinə qürurlu və ləyaqətli həyat uğrunda mübarizədə həyatını da girov qoymağa hazırdır və artıq bir aydan çoxdur ki, bu dirəniş davam edir. O müraciət şübhəsiz Tofiq Yaqublu'nun yaza biləcəyi son sətirlər idi. Vəkillərinin və yaxınlarının dediyinə görə o artıq nəinki yazmaq, hətta danışmaq iqtidarında da deyil. Aclıq onu bütün Azərbaycanlıların gözü qarşısında bu həyatdan adım-adım uzaqlaşdırır. Bizdən istədiyi nədir? Azadlıq uğrunda həyatını qurban verən bu qəhrəman Azərbaycan oğlunun lütfən birlikdə dinləyək. Əziz dostlar, bəlkə də sizə sonuncu dəfə müraciət edirəm. Mənə qarşı çıxarılmış qanunsuz, əsassız və absurd ittihama etiraz olaraq keçirdiyim aclıq aksiyası ikinci aya keçdi. Etiraf edib ki, çox ağır və əzablı prosesdir, lakin bunun mənim əzmimə və iradəmə heç bir təsiri yoxdur. Əksinə, günlər keçdikcə qətiyyətim daha da artır. İlham Əliyevin mənə və mənim ailəmə vurduğu yaraları, etdiyi pislikləri sadalamaqla qutaran deyil. Onlardan indiki durumuma aid olan birini deyim. 2015-ci ildə yenə də qanunsuz və əsassız şəkildə həbsdə olduğum zaman İlk nəvəm dünyaya gəldi. Lakin bu körpənin dünyaya gəlişi bizim ailəyə faciə gətirdi. Mələk balam Nərgiz öz körpəsini görmədən həyatını itirirdi. Bu günlərdə ikinci nəvəm dünyaya gələcək. Bu körpənin də dünyaya gəlişi bizim ailənin faciəsinə çevrilə bilər. Həmin ərəfədə mənim həyatımı itirə biləcəyim ehtimalı olduqca yüksəkdir. 1993-cü ildən bəri 4 dəfə cinayət ittihamı ilə məhkum olunmuşam və sayını itirdiyim qədər də inzibati həbslərə məruz qalmışam. Bütün bu ittihamlar siyasi sifariş əsasında olub və onların şəxsən İlham Əliyevə nə qədər aidiyyatı varsa, mənə də o qədər aidiyyatı var. Mən heç bir cinayət törətməmişəm. Sadəcə olaraq Əliyev hakimiyyətinin törətdiyi cinayətləri və etdiyi səhvləri onun üzünə demişəm, xalqı öz hüquqları uğrunda mübarizəyə səsləmişəm. Mənim bütün dırnaq arası cinayətlərim ondan ibarətdir. Əziz dostlar, həbs edildiyim ilk gündən, xüsusilə də aclıq aksiyasına başladığım dövrdən, mənə möhtəşəm dəstək verməyinizdən, mənim haqqımda xoş sözlər demənizdən və yüksək qiymətləndirmənizdən xəbərim var. Ona görə hər birinizə ürəkdən təşəkkür edirəm. Sizin mənə bu münasibətinizdən doğan ərkdən istifadə edərək sizdən bir təmənnam var. Bilirsiniz ki, Əliyevlər rejiminin bu illər ərzində siyasi məhbuslar üzərində qurduğu bütün istintaqlar eynən mənim işimdə olduğu kimi absurd və uydurmalardan ibarətdir. Ümumi şəkildə bu məhkəmə proseslərində çıxarılmış hökmlərin əsassızlığını sübut edən detallardan xəbərsizlik. Siyasi məhbusların məhkəmə zallarındakı ittihamı alt-üst edən çıxışları, alibiləri, gətirdikləri sübut və faktları elə məhkəmə divarları arasında qalır. Məhkəmə prosesindən yazılmış reportajlar və təəssüratlar onların heç 1%-ni də çölə çıxarmağa qadir deyil. Bildiyiniz kimi sonuncu məhkəmə prosesində 134 səhifəlik son söz yazmışam. Həmin son sözümdə mənə qarşı irəli sürülmüş ittihamı elə darmadağın etmişəm ki, hətta mən hər hansı səbəbdən bu uydurma cinayəti boynuma götürməyə məcbur olsaydım belə, hakimin mənə bəraət verməkdən başqa yolu qalmazdı. Biz hakimiyyəti ittiham edəndə ümumi sözlərdən yox, sübutlardan və faktlardan istifadə etməliyik. Mənim yazdığım son sözü 2-3 günə rahatca oxuyub qurtarmaq olar. Odur ki, sizdən bir ricam var. Əgər həyatımın bu son günlərində sizdən daha çox dəstək hiss etməyimi istəyirsinizsə, həmin son sözü əvvəldən axıra qədər oxuyun, rəylərinizi bildirin və onu da başqalarına tövsiyə edin. Dostlar, əlbəttə ki, mən yaşamaq istəyirəm, amma neyniyim ki,
Əliyev rejimi mənə başqa seçim imkanı vermədi və mən ömrümün son günlərini həbsxanada keçirmək istəmirəm. Düşünürəm ki, ölsəm, bu boşuna getməz və dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətini cəlb edər. Bu, anti-insani və anti-xalq rejimə qarşı daha ciddi tədbirlərin görülməsinə səbəb olar. Cəmiyyətimizdə də onu istismar edən, talayan və təhqir edən bu rejimə qarşı nifrət hissini gücləndirər, eyni zamanda mübarizəyə səsləndirər. Ümid edirəm ki, mənim bu xahişimi yerə salmazsınız. Sizləri dünyalar qədər sevirəm. Sağ olun və haqqınızı halal edin. Xahiş edirəm, bu müraciətimi paylaşın və onun yayılmasına çalışın. Hörmətlə Tofiq Yaqublu. Dəyərli izləyicilər, Tofiq Yaqublu'nun haqqında bəhs etdiyi həmin son sözü də bu proqramın altında yorum yerində tapa bilərsiniz. Lütfən Tofiq bəyin dediyi kimi əvvəldən axıra qədər oxuyun və diqqətlə